Salamlar, necəsiz? Mənim yarım fabrikat videolarımı çox bəyənirsiniz. Ona görə də sizinlə dondurucumda hansı yarım fabrikatlar olduğunu bölüşəcəyəm. Bir də sizin ən çox soruşduğunuz sual bu Atlant firmasının olan dondurucusu. Bu tamamilə dondurucudur, soyuducu deyil. Burada mən hər şeyi dondurub saxlaya bilirəm. Gəlin bunun da içinə baxaq görək nələrimiz var. Burada mən avokado əzmişdim, saxlamışdım. Hissə Ayaza verirəm bu avokadodan. Hərdən biraz, yəni bunlar kifayət eləyir. Burada xırda küftələr var. Bunlar da Ayazın yeməyində çox vaxt istifadə olunur. Sonra burada yenə də gördüyünüz kimi tomatlarım var. Səhvən arası 2 banka almışdıq, ona görə dedim ki, dondurum qalsın. Bu isə mənim pomidor suyumdur. Bunda istifadə edirəm. Pomidor yumurta da istifadə edirəm. Yeməklərdə, şorbalarda istifadə edirəm. Sonra burada belə qiymə ətlərim var. Qiymə yox, daha doğrusu bu pişməyib, çəkilmiş ətlərdir. Bəzən tas kebabı edirəm. Bundan tas kebabı hazırlayıram. Burada toyuğun döşətidir, filesidir. Bunun içərisində. Sonra bu keçən dəfə aldığım kadayıfdır. İnşallah bunu da bir gün sınayacağım. Görün bundan nə düzəltmək olur. Bunu da yoxlayayım. Yaxşı da dayan da. Sonra burada yenə belə bir dolmamız var. Yarpaq dolmamız. Göstərim sizə. Bu yarpaq dolması. Sonra burada parmaqlarımı hiss eləmirəm. Burada bizim ət kotletimiz. Burada yenə yarpaq dolmasıdır. Bu da bizim belə yarpaq dolmamız. Əllərimin qızartısını görsünüzlər. Dolmuşam. Burada sonra da var. Burada bizim toyuq kotletimiz. Pomidordan hazırladığım belə pomidor əzməsi. Onu da yenə də eyni dediyim kimi pomidor yumurta və şorbalara qatım. Burada isə bizim qiyməmizdir. Qiyməni mən makaron edirəm, makaron süzürəm, üstünə tökürəm. Nəysə ki, biz bunu hər şey istifadə edə bilirik. Milföy xəmirlərinə də qatıram bunu. Görmüsünüz pirajkini. Sonra burada nə var? Bir baxaq. Burada yenə də gördüyünüz kimi burada da yenə qiymədir. Burada isə soğan qovrulmasıdır, xırda soğan qovrulması lazım olanda buradan rahat şəkildə qatıram. Bir də soğan iyi adam tutmur. Burada yenə kələm dolması. Burada da yenə kələm dolmasıdır, bunu da açmıram. Burada toyuq kotleti. Burada yenə toyuq kotleti. Burada da yenə toyuq kotleti. Mən toyuq kotleti üçün ürəyim gedir. Bunları da qoyaq yerinə. Burada sadəcə birini göstərəcəm sizə. Burada xaşdır, xaşın suyudur. Ətləri ilə bir yerdə, daha doğrusu dırnaqla bir yerdə. Bunun əsas yoldaşım yer, mən yeyə bilmirəm. Ama yəni bu polka bütünlüklə xaşdır.
toyuq qanadları, toyuğun budu və digər hissələridir. Sizə göstərim. Bu gördüyünüz kimi balqabaqdır. Balqabaqları bilirsiniz ki, doğrayan kimi tez kif atırlar. Ona görə də onları doğradım, qoydum. Burada hazır qalsın. Sonra burada yağ xəmirim var. Düzdür, biraz əzilmiş ola bilər, amma yenə də istifadə eləmək olur. Burada kiçik ətlər var. Bunu həm sosda istifadə edə bilirəm, həm kartuşkanın yanında qızardıram. Gördünüz də. Sonra burada yağlarımdır. Yağlarımı dondurucuda saxlayıram. Burada mənim belə bir meyvəm var. Uşaqlara verirəm çox zaman bunu. Bu gördüyünüz meyvə içərisi buzlanıb biraz. Sonra yenə də sosluq ətdir bu. Bayaq göstərdiyim ətdən. Bunları qoyum bir yana. Sizə baxaq. Burada mənim yarım fabrikat dolmalarım. Yarpaq dolması. Burada da həmçinin dolma. Burada kələm dolması. Bu isə mənim ləvəngim. 2 postluq ləvəngim var. Sonra burada dondurmadır. Bunu yoldaşım alıb. Bizim fabrikatımız deyil. Sənin səsini mən hardan susturum? Bu hazırladığım sırnikilər. Bu toyuq kotleti. Görsənir yəni. Toyuq kotletidir. Əllərim donur bu dəqiqə. Bu tomatdır. Tomatı hər zaman biraz istifadə elədikdən sonra dondururam. Çünki o da kiflənir. Ona görə qoyuram donsun. Ondan da heç nə olmur. Bu qulyaş. Parmaqlarımı hiss eləmirəm. Bu julyen. Bu qaynadılmış noxud. Açmıram üzünü. Açayım da. Açmıyorum. Bu noxud. Qaynadılmış noxud. Bunu bozbaşa, salatlara falan istifadə edirəm. Burada da həmçinin tomatdır. Tomatı buraya yığıram. Silikon qaliblərə. Bu da noxud. Bunu açmıram da bayaq gördünüz. Bu isə qaragöz lobya. Onu da həmçinin qaynadıb dondururam. Hazır. Suplarda, şorbalarda, salatlarda istifadə edirəm. Burayla işimiz bitdi. Sonra burada pendirlərdir, sarı pendirlər. Bunlar mənə lazım olur. Pizza üstünə tökməyə və yaxud da salatlara falan lazım olur. Bunu da dondurucuda saxlayıram ki, bax, tez keçməsin, tez çünki. Bu isə mənim hazırladığım
zəncəfilli, limonlu, portağallı, nə deyirlər buna bilmirəm. Dərman kimi, terapi kimi bir şeydir. O da yavaş. Bu nədir? Bu da bulyondur. Bu isə uşaqlar yıxılanda və yaxud özümüz yıxılanda bu soyuq halda qoymaqadır. Əzilən yeri ki, göyərməsin. Bu isə quyruqdur. Nəsə lazım olur. Bu da mənim yarpaq dolmamın yarpaqlarıdır. Bir də onu qeyd edeyim ki, bu yarım fabrikatlar mənə hardasa 3-4 ay kifayət eləyir. Çünki ara sıra başqa yeməklər də hazırlayıram. Yəni dolmalar falan. İndi xeyli gedir mənə. Bu məhsulları göstərməkdən məqsədim sizə sadəcə bir fikir olsun. Çünki məni izləyən hamilə xanımlar var, uşaqları kiçik olan analar var, həmçinin işləyən xanımlar var ki, həm ev işi, həm də işə getməyi çatdıra bilmirlər. Ona görə istəyən bundan faydalana bilər. Əlbəttə məcburi deyil, sadəcə fikir olsun deyə. Hal-hazırda da görürsünüz ki, çoxlu yarım fabrikat səhifələri artıb, yəni özünüz də bunu evdə hazırlaya bilərsiniz. Və bununla da dondurucu yarım fabrikat videomu yekunlaşdırıram. Ümid edirəm ki, sizin üçün də faydalı oldu. Siz də istəsəniz edə bilərsiniz, sizin də əlinizdən rahat şəkildə tutacaq. Bu arada kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Sağ olun.